Salam əziz şagirdlər, mən sizlərə 3-cü sinif Kür və Araz test bankından testlərin izahını verəcəm. Birinci testdən başlayaq. 483 ədədi ilə 105 ədədinin cəmi hansı ədədə bərabərdir? 483 ilə 105 ədədinin cəmi. 3-ün üzərinə 5 gəlsək 8, 8-in üzərinə 0 gəlsək 8, 4-ün üzərinə 1 gəlsək 5 edəcək. Doğru cavab olur D variantı. Mağazadan bir palto və bir cüt ayaqqabı alan Gülnarə nə qədər pul xərcləmiş oldu? Paltonun qiyməti 135 manatdır, ayaqqabının qiyməti 97 manatdır. Cəmi nə qədər pul xərcləyəcək? 5-in üzərinə 7 gəlsək 12, 2 bir yadda, 9-un üzərinə 3 gəlsək 12 bir yadda, 13, 3 bir yadda, 1 də yadda getmiş olacaq. Cəmi 232 manat pul xərcləmiş olar. Cəm neçəyə bərabərdir? 8-in üzərinə 5 gəlsək 13, 3 bir yadda, 2-nin üzərinə 4 gəlsək 6, bir də yadda 7, 5-in üzərinə 3 gəlsək 8 etmiş olacaq. 873-ə bərabərdir. Verilmiş ədədin 328 ilə cəmi hansı ədədə bərabərdir? 500'lük, 6 onluq, 5 təklik edir 565, üzərinə gəlirik 328-i. 5-in üzərinə 8 gəlsək 13, 3 bir yadda, 6-nın üzərinə 2 gəlsək 8, bir də yadda 9, 5-in üzərinə 3 gəlsək edəcək 8. Neçəyə bərabərdir? 893-ə bərabərdir. Növbəti misala baxaq. 243 ədədindən 56 vahid böyük ədəd ilə 234-ün cəmi, 234 ədədinin cəminə bərabər olan ədəd tapın. 243 ədədindən 56 vahid böyük olan ədəd hansıdır? 3-ün üzərinə 6 gəlsək 9, 4-ün üzərinə 5 gəlsək 9, 2-ni qeyd edirik 299. Və 299 ilə 234-ün cəmini soruşur. 299-un üzərinə 234 gəlsək 3 bir yadda, 9-un üzərinə 3 gəlsək 12, bir də yadda 13, 3 bir yadda, 2-nin üzərinə 2 gəlsək 4, bir də yadda 5 etmiş olacaq. Cəm 533-ə bərabərdir. Təsvirdəki ədədlərin cəmini 100-lüklərə qədər yuvarlaqlaşdırsaq hansı ədəd alınır? Baxaq. 3 yüzlük var, 4 onluq, 5 təklik. Burada 2 yüzlük, 3 onluq, 5 təklik. Cəm neçəyə bərabər olacaq? 345'in üzərinə 235 gəlirik. 5'in üzərinə 5 gəlsək 10, 0 bir yadda. 4'ün üzərinə 3 gəlsək 7, bir də yadda 8. 3'ün üzərinə 2 gəlsək 5 etmiş olacaq. 580 ədədini 100-lüyə qədər yuvarlaqlaşdırsaq, baxırıq, onluq mərtəbəsində 8'dir. Ona görə 100-lük mərtəbəsinin sayı 1 vahid artır, 670 olacaq. Doğru cavab olur D variantı. Fikrimdə tutduğum ədəd 126 ilə ən kiçik 3 rəqəmli ədədin cəminə bərabərdir. Fikrimdə hansı ədəd tutmuşam? Fikrimdə tutduğum ədəd 126 ilə ən kiçik 3 rəqəmli ədədə bərabərdir. Ən kiçik 3 rəqəmli ədədimiz 100'dür. 126'nın da üzərinə 100 gəlsək 226 etmiş olacaq. Yəni mənim fikrimdə tutduğum ədəd 226'dır. Yaşayış kompleksində əvvəlcə 428 ailə, daha sonra isə bundan 111 vahid çox ailə köçdü. Kompleksə cəmi neçə ailə köçdü? Baxın, birinci dəfə kompleksə 428 ailə köçüb. İkinci dəfə isə bundan 111 ailə çox. Yəni 428-dən 111 ailə çox. Toplayırıq. İkinci dəfə demək ki 539 ailə köçüb. Bizdən ikinci dəfə neçə ailə köçüb bunu soruşmur. Bizə deyir kompleksə cəmi neçə ailə köçübdür? 539 bir dəfə köçüb, 428 də bir dəfə köçmüşdür. 9'un üzərinə 8 gəlsə 17, 7 bir yadda. 3'ün üzərinə 2 gəlsək 5, bir də yadda 6. 5'in üzərinə 4 gəlsək 9 etmiş olacaq. Cəmi 967 ailə köçmüş olacaq. Davam edək. Hansı ədəd oxunda 125 üstə gələk 28 cəmi təsvir olunubdur? 125'in üzərinə 28 gəlibdir. Baxaq, 125'in üzərinə 28 gəlsək neçə edər? 125'in üzərinə 28 gəlsək, 8'in üzərinə 5 gəlsək 13, 3 bir yadda, 2'nin üzərinə 2 gəlsək 4, bir də yadda 5, 153 etmiş olacaq. Doğrudurmu? Bizədir hansı ədəd oxunda 125 plus 28 cəmi təsvir olunubdur? Hansı da 153 almış oluruq? Baxın, burada 125'in üzərinə
5, 10 gəlibdir. B variantında 125'in üzerine 5, daha doğrusu burada 10'un artıbdır. 10, 20 gəlibdir. B variantında 10, 20, sonra da hər aralıq 2 vahid artıb 28 gəlib. Elə doğru cavab B variantı olacaq. Məsələn, burada 125'in üzərinə 10 əlavə edib 135 alıb, üzərinə də 10 gəlib 145 alıbdır. Burada isə əvvəl üzərinə 10 gəlib, sonra isə 9 əlavə edibdir. 19 əlavə edib. Doğru cavab oldu B variantı. 428, 316, 109, 258 ədədlərinin ən böyük ilə ən kiçiyinin cəmi hansı ədədə bərabərdir? Bu ədədlər içərisində ən böyüyü 428'dir. Ən kiçiyi isə 109'dur. Bunların cəmi 9'un üzerine 8 gəlsə 17, 7, 1 ya da 2, 1 də ya da 3, 4'ün üzerine 1 gəlsə 5 edəcək. Yəni 537 etmiş olacaq. Doğru cavab olur B variantı. Devam edeyim. Elvin birinci ay 123 səhifə, ikinci ay 218 səhifə, üçüncü ay isə birinci və ikinci aylarda oxuduğunun cəmi qədər səhifə oxudu. O 3 aya cəmi neçə səhifə oxudur? Gəlin baxaq. Birinci səhifə 123, birinci ay 123 səhifə oxuyub, ikinci ay isə 218 səhifə oxuyubdur. Cəmi baxaq görək 2 aya neçə səhifə oxuyubdur. 3-ün üzərinə 8 gəlsə 11, 1 yadda, 2-nin üzərinə 1 gəlsə 3, 1 də yadda 4, 1-nin üzərinə 2 gəlsə 3 etmiş olacaq. 2 aya 341 səhifə oxuyubdur. 3-cü ay isə deyil, birinci və ikinci ay oxuduğunun cəmi qədər oxuyubdur. Yəni 341 səhifə oxumuşdur. 3-cü ay ümumilikdə 341 səhifə oxudu. Cəmi neçə səhifə edəcək? 682 səhifə oxumuş olacaq. Doğru cavab edir D variantı. Hansı cəm digərlərindən kiçikdir? Gəlin baxaq. Cəmləri tapaq. 8-in üzərinə 9 gəlsə 17, 7 1 yadda, 1-in üzərinə 4 gəlsə 5, 1 də yadda 6, 2-nin üzərinə 1 gəlsə edəcək 3. 6-ın üzərinə 4 gəlsə 10, 0, 1 yadda, 5-in üzərinə 2 gəlsə 7, 1 də yadda 8, 4'ü qeyd edirik. 8-in üzərinə 6 gəlsə 14, 4, 1 yadda, 4'ün üzərinə 9 gəlsə 13, 1 də yadda 14, 4, 1 yadda, 2-nin üzərinə 1 gəlsə 3, 1 də yadda 4 etmiş olacaq. 6 üzərinə 5 gəlsə 11, 1 yazırıq 1 yadda, 6 üzərinə 1 gəlsə 7, 1 də yadda 8, 3-ün üzərinə 2 gəlsək 5 etmiş olacaq. Bizə deyir ki, hansı cəm digərlərindən kiçikdir? Ən kiçik cəm edir A variantı. 367. Sual işarəsinin yerinə hansı ədəd olmalıdır? Gəlin baxaq. 123'ün üzərinə 76 gəlibdir. Burada edəcək 199. 85'in üzərinə 13 gəlibdir. Burada edəcək 198. 199'la da 198'in cəmini tapmalıyıq. 7 1 yadda, 9'un üzərinə 9 gəlsə 18, 1 də yadda 19, 9 1 yadda, 1'in üzərinə 1 gəlsə 2, 1 də yadda 3 etmiş olacaq. Edir 397 B variantı. Rəqəmlərin müxtəlif ən kiçik 3 rəqəmli tək ədəd ilə cüt ədədin cəmi neçəyə bərabərdir? Rəqəmləri müxtəlif olan ən kiçik 3 rəqəmli ədəd 3 rəqəmli tək ədəd. Ən kiçik 3 rəqəmli ədədimiz 100'dür. Rəqəmləri müxtəlif deyirsə 102'dir. Amma tək dediyi üçün 103 götürürük. Çünki sonu 1, 3, 5, 7, 9 ilə bitən ədədlər tək ədədlərdir. Sonu 0, 2, 4, 6, 8 ilə bitən ədədlər cüt ədədlərdir. Və cüt ədədin cəmini soruşur. Rəqəmləri müxtəlif olan ən kiçik 3 rəqəmli tək ədəd 103'dür. Rəqəmləri müxtəlif olan ən kiçik 3 rəqəmli cüt ədəd 102'dir. Bunların cəmi də edəcək 205. Doğru cavab olur A variantı. Modeldə 6 aşıqdan istifadə etməklə yazıla bilən ən böyük tək ədəd ilə 209 ədədinin cəmi hansı ədədə bərabərdir? 6 aşıqdan istifadə etməklə yazıla bilən ən böyük tək ədəd götürə bilərik. Burada 5 götürək. Burada da 1 götürək. 501 götürək. Onluqların, yüzlüklərin sayını 5 götürdük. Onluğun sayını 0, təkliğində sayını 1 götürdük. 6 aşıqdan istifadə etdik.
Ən böyük tək ədəd ilə 239-un cəmi, 501 ilə 239-un cəmi 0, 3, bir də yadda 4, burada isə 7 etmiş olacaq. 740 doğru cavab olur C variantı. Növbəti ikinci bölmə üzrə qiymətləndirmə B variantına baxaq. Test 18. Modeldəki ədəd ilə 328 ədədinin cəmi neçəyə bərabərdir? Modeldə 2 yüzlük, 1 onluq, 4 təklik verilmişdi. Yəni 214. 328-in cəmi 4-ün üzərinə 8 gəlsə 12, 2, 1 yadda. 1-in üzərinə 2 gəlsə 3, 1 də yadda 4. 3-ün üzərinə 2 gəlsə 5 etmiş olacaq. 542. Biz burada nəyi səhv yazdıq? Modeldəki ədəd ilə 328 ədədinin cəmi neçəyə bərabərdir? 214 üzərinə 328 gəlirik. 542 A variantı. 136 ədədindən 254 vahid böyük olan ədəd hansıdır? 136-dan 254 vahid böyük olan ədəd toplayırıq. 6-ın üzərinə 4 gəlsə 10, 0, 1 yadda. 3-ün üzərinə 5 gəlsə 8, 1 də yadda 9. 2-nin üzərinə 1 gəlsə 3 etmiş olacaq. Doğru cavab olur C variantı. Müəllimin lövhəyə yazdığı ədəd 418-dən 109 vahid böyükdür. Lövhədə hansı ədəd? Lövhədə yazılan ədəd neçədir? 418-dən 109 vahid böyük ədəd deyirsə 418-in üzərinə 109 gəlirik. 7, 1 yadda, 1, 1 də yadda 2, 4-ün üzərinə 1 gəlsək 5. 527 etmiş olacaq. Ədəd oxunda göstərilmiş ədədin üzərinə 285 əlavə etsək hansı ədəd alınır? Ədəd oxundakı ədədi gəlin öncə tapaq. 100, 110, 120. Baxırıq ki, bir vahid artmışdır ədəd oxunun üzərində olan ədədlər. Burada deyəcək 111, 112, 113, 114, 115. Ədəd oxu üzərində verilən ədəd 115 ədədidir. 115 üzərinə 285 əlavə etsək. 5-in üzərinə 5 gəlsə 10, 0, 1 yadda. 1-in üzərinə 8 gəlsə 9, 1 də yadda 10, 0, 1 yadda. 1-in üzərinə 2 gəlsək 3, 1 də yadda 4 etmiş olacaq. Doğru cavab edir C variantı. 608 ədədi ilə 105 ədədinin cəmi neçəyə bərabərdir? 608 ilə 105 ədədinin cəmi. 8-in üzərinə 5 gəlsə 13, 3, 1 yadda, 0-ın üzərinə 0, 0, 1 də yadda 1, 6-ın üzərinə 1 gəlsə 7. Cəmi edir B variantı. Cəmi onluqlara qədər yuvarlaqlaşdırın. 6-ın üzərinə 3 gəlsək 9, 1-in üzərinə 4 gəlsək 5, 3-ün üzərinə 2 gəlsək 5. 559 ədədini onluğa qədər yuvarlaqlaşdıranda baxırıq təklik mərtəbəsinə. Təklik mərtəbəsi 9 olduğu üçün onluq mərtəbəsi 1 vahid artacaq. 5 edəcək 6, təkliyin yerinə 0 yazırıq. Edəcək 560. Doğru cavab olur A variantı. 2 təklik 4 onluq 300-lük. 2 təklik 4 onluq 300-lük. 300-lük üzərinə 4 onluq 40, üzərinə 2 gəlsək 442. Üzrüsəm 300-lükdür. 342. 5 onluq 200-lük 6 təklik edir 256. Bunların cəmini soruşur. 8, 9, 5. 598-ə bərabərdir. Belə deyək, bəzən bunların yeri dəyişik verilir. Uşaqlar bəzən səhvə yol verirlər. Baxın, 300-lüyümüz 300-dür. 4 onluğumuz 40-dır. 2 təkliyimiz 2-dir. 5 onluğumuz 50-dir. Yəni, bunları toplayanda 342 aldıq. 5 onluğumuz 50, 200-lüyümüz 200, 6 təklik 256 da bu edəcəkdir. Lalə yeni aldığı kitabın 146 səhifəsini oxudu. 212 səhifəsi isə oxunmamış qaldı. Lalənin kitabı neçə səhifədən ibarətdir? 146 səhifəsini oxuyubdu. Hələ kitabın 212 səhifəsi oxunmamış qalıbdı. Kitabın cəmi neçə səhifəsi olmuş olur? 6-nın üzərinə 2 gəlsək 8, 4-ün üzərinə 1 gəlsək 5, 1-in üzərinə 2 gəlsək 3. Kitabın cəmi 358 səhifəsi olmuş olacaq. Davam edək. 4 təklik 200-lük, 5 onluq. 4 təkliyimiz 4-dür. 200-lüyümüz 200-dür. 5 onluğumuz 50-dir. Bu ədəd hansı ədəd edəcək? 200-ün üzərinə 50 gəlsə 250, üzərinə 4 gəlsə 254. Bu ədəd ilə 425-in cəmini soruşur. 9,
7, 6. 679. Doğru cevap edir A variantı. En böyüğü ile en kiçiğin cəmini tapın. Verilən ədədlərin en böyüğü 542'dir. En kiçiği ise 280'dir. Bunların cəmi edəcək 822. Doğru cevap olur B variantı. Modeldə ki ədədi 154 vahid artırıb onluqlara qədər yuvarlaqlaşdırdılar. Cəm neçə oldu? Modeldə hansı ədəd verilmişdi? 3 yüzlük verilib 4 onluq. 3 yüzlük 4 onluq 340 edir. Bu ədədi 154 vahid artırdılar. Artıraq. 340'ın üzerine 154 gəlirik. 4, 9, 4 edir 494. Artırdılar ve onluqlara qədər yuvarlaqlaşdırdılar. Onluğa qədər yuvarlaqlaşdır deyirsə, onluq mərtəbəsinin altına xətt çəkirik və onluq mərtəbəsinin sağına baxırıq. Yəni təkliyə. Təkliyimiz 4 olduğu üçün onluq mərtəbəsi dəyişməyəcək. 9 olduğu kimi qalacaq. Təkliyin yerinə 0 yazırıq. 490 almış olduq. Bizə deyir ki, cəm necə dəyişdi? Baxın, cəm 494 idi. Onluğa qədər yuvarlaqlaşdıranda oldu 490. Doğrudurmu? 494 idi, 490 oldu. Yəni necə dəyişdi? 494'dən 490 çıxsaq, baxırıq 4'ü qalır. Yəni 4 vahid azalmış oldu. Doğru cavab olur D variantı. Qiyməti 136 manat və 128 manat olan 2 ayaqqabı aldım. Pul qabımda 93 manat pul qaldı. Neçə manat pulum var idi? Mən ayaqqabı aldım. 136 manata birini, 128 manatına da digərini. Cəmi nə qədər pul xərcləmiş oldum? 6'ın üzərinə 8 gəlsə 14. 4 yazırıq 1 yadda. 3'ün üzərinə 2 gəlsə 5, 1 də yadda 6. 1'in üzərinə 1 gəldi 2. Yəni cəmi 264 manat xərclədim. 264 manat xərclədim. Xərcləyəndən sonra 93 manat da pulum qalıbdı. Mən ayaqqabını almamışdan qabaq mənim nə qədər pulum olmuş olur? 4'ün üzərinə 3 gəlsək 7, 6'ın üzərinə 9 gəlsə 15, 5, 1 ya da 2, 1 də yadda 3 etmiş olacaq. Cəmi 357 manat pulum var imiş. Növbəti 13-cü məsələyə baxaq. Kinoteatrdakı izləyicilərin 167'si qadın, 185'i kişi, 95'i isə uşaqdır. Kinoteatrda cəmi neçə izləyici var? 167'si qadındır, 185'i kişidir, 95'i də uşaqdır. Cəmi neçə nəfər edəcək? 5'in üzərinə 5 gəlsə, 10 üzərinə 7 gəlsə, 17. 7 yazırıq 1 yadda. 6'ın üzərinə 8 gəlsək, 14. Üzərinə 9 gəlsə, 23. 1 də yadda 24. 4 yazırıq 2 yadda. 1'in üzərinə 1 gəlsə 2. 2 də yadda 4 etmiş olacaq. Cəmi 440. 109 ədədinin cəmi neçəyə bərabərdir? Bu qaydadır əziz şagirdlər. Onluqlara qədər yuvarlaqlaşdıranda 420 alınan ən kiçik ədəd deyirsə, yadınızda saxlayın. Ən böyük soruşanda, ən böyük soruşsaydı, ümumiyyətlə onluqlara qədər yuvarlaqlaşdıranda ən böyük ədəd soruşarsa bizdən, verilən ədədin üzərinə 4 gəlirik. Ən kiçik soruşarsa, verilən ədəddən 5 çıxırıq. Bizə deyir, onluğa qədər yuvarlaqlaşdıranda 420 alınan ən kiçik ədəd. Ən kiçik deyirsə 420'dən çıxırıq 5'i, qalır 415. Yəni onluğa qədər yuvarlaqlaşdıranda 420 alınan ən kiçik ədəd 415'dir. Həmin bu ədədi ilə 109 ədədinin cəmini soruşur. 415'in de üzerine 109 əlavə etmiş oluruq. Bu da edəcək 524. Doğru cevap edir D variantı. 15-ci sonuncu tapşırığımıza baxaq. Rəqəmləri müxtəlif ən kiçik 3 rəqəmli tək ədəd ilə 416 ədədinin cəmi neçəyə bərabərdir? Rəqəmləri müxtəlif ən kiçik 3 rəqəmli ədəd. Baxın əziz şagird, ən kiçik 3 rəqəmli ədəd 100'dür. Ümumiyyətlə 100 ən kiçik 3 rəqəmlidir və cüt ədəddir. Sonra gəlir 101. 101 tək ədəddir, 3 rəqəmlidir. Amma 2 dənə 1 var. Ona görə də götürə bilmərik. Bizə deyir rəqəmləri müxtəlif ən kiçik 3 rəqəmli ədəd olsun və tək olsun. Sonra gəlir 102. 102 rəqəmləri müxtəlif olan ən kiçik 3 rəqəmli cüt ədəddir. 102'ni də götürmürük. Gələcək 103. 103 bizim şərtimiz uyğundur. Rəqəmləri müxtəlifdir. Ən kiçik 3 rəqəmli tək ədəddir. Üzərinə də 416 gəlmiş oluruq. Bu da edəcək